pişik formasında olan var. Evdə pişik saxlayanlar da pişikləri üçün belə bir dost seçə bilərlər. Burasından buxara çıxır, səsli gidiyor. Bunlar həm də buxarıdır. Burasından su töksən buxarı çıxır. Buxarlı 20 manata daha çox tələb olan, daha çox istənilən modellər. Baxın belə dəmir formasındadır. Alıb bunlar da bu şəkildə gözləri də idarə eləmək olur, amma uşaq üzü üçündür. Bunun gözü açılır yumur. Bu da enerji ilə işləyir. Enerji ilə işləyir, daha modern çantalardır. Qoşursunuz, görürsünüz bəlkə bunların parklarda böyük forması. Bunlar bir-bir buraxılır, uşağın diqqətini cəlbdiyini. Salam əzizləyicilər, xoş gördük hər birinizi. Mən Ağacan Ağayev. Bugün sizlər üçün növbəti toptancı mağazadan detallı video çəkib hazırlayırıq ki, uzun müddətdir çəkilişini etmirdi. Soruşanlar da olurdu digər videolardan geriyə düşdüyünə görə. Bu dəfə sizlərə inşallah növbəti oyuncaq toptancısından detallı video çəkib paylaşacağıq ki, birinci əl ixalçı olaraq fəaliyyət göstərirlər və ən əsası fərqli, kreativ, daha modern, daha texnoloji oyuncaqlar daha çoxdur burada. Onun üçün vacib bildim ki, sizinlərlə də paylaşım. Keçib indi içəridə daha detallı videolarını paylaşırıq. Hal-hazırda olduğumuz ünvan Abşeron Ticarət Mərkəzi Abşeron Mall ərazisində olan filiallarıdır ki, Korpus 26 mağaza 4 ünvanında yerləşir. Digər bir filialları isə şəhərdədir. Nargilə dairəsini kimi tanınan Zıx şosesi üzərində Nargilə dairəsinin düz yaxınlığında. İndi isə keçib inşallah ümumi olaraq çeşidlər haqqında hansı çeşid məhsullar var və bir-bir nümunə olaraq da qiymətləri ilə, pərakəndə satış qiymətlərini deyəcəyik. Topdan öyrənmək istəyənlər isə qeyd etdiyimiz əlaqə nömrələrinə əlaqə saxlayıb rahat şəkildə qiymət təkliflərini mağazalar topdan qiymətlərin təkliflərində ala bilər. İndi isə keçib inşallah çeşidlərlə sizlərə tanışırıq. Ümumi olaraq mağaza haqqında hansı çeşid məhsullar var, onu görsədək, onlar haqqında məlumat verim. Daha sonra isə girişdən sağ tərəfdən başlayaraq detallı şəkildə maksimum göstərməyə çalışacağam. Ümumi olaraq onu bildirək ki, inkişaf etdirici oyunlar, motorikanı inkişaf etdirəcək oyuncaq çeşidləri var. Ümumi 0-dan 14 yaşa qədər, 15 yaşa qədər fərqli oyuncaq çeşidləri var ki, baxın divar boyunca inşallah görəcəksiniz. Həm 0 yaşlar üçün, kiçik 1 yaşlı, 2 yaşlı uşaqlar üçün olan oyuncaqlar, həm orta yaşlı məktəblilər üçün olan oyuncaqlar, idman, stol üstü oyunlar üçün aid olan, sonra robot sferasında, robot kateqoriyasına aid olan oyuncaq çeşidləri, enerji, şarjla, pultla işləyən oyuncaq çeşidləri olmaqla yüzlərlə çeşidlər var mağazada. Həmçinin də bir qismdə yumşaq oyuncaqlar da var, bruloklardır, kiçik oyuncaq çeşidləridir ki, fərqli oyuncaqların sizlərə tədarükünü edir və satışını təklif edir ki, oyuncaq mağazaları rahat şəkildə daha fərqli, kreativ məhsullar axtaranlar varsa ki, mağazalarında müştərilərinə daha fərqli oyuncaqlar təklif eləsin, şablon olmasın, digər mağazalardan fərqlənmək istəyirsinizsə, baxın bu mağazanın təklif etdiyi oyuncaq çeşidlərinə gəlib baxıb yerindəcə ən əsası ilk dəfə gəlib özünüz gözünüzlə görə bilərsiniz. Gəlməyiniz əgər məhduddursa, gəlmək çətinliyiniz varsa, regionlardasınızsa bu videomuz vasitəsilə görüntülü əlaqə saxlaya bilərsiniz. Mağaza əməkdaşlarından görüntülü də yerində baxıb onlayn şəkildə seçim edib bütün regionlara göndərişlər var. Ən əsası Naxçıvana qədər göndərə bilirik. Topdan alış zamanı sifarişlərinizi yığıb, paketləyib, hazırlayıb Abşerondan elə yük maşınları vasitəsilə göndərişlər olunur. İndi isə keçirik sağ tərəfdən başlayaraq bütün mağaza boyunca təklif olunan oyuncaq çeşidlərini sizlərə yaxından tanış edirəm, getdik. İlk olaraq demək başlayırıq mağazadan girişdən sağ tərəfdən olan vitrinlərdə burada aşağı yaş qrupasında olan uşaqlar üçün 5-6 yaşa qədər olan uşaqlar üçün nəzərdə tutulan oyuncaq çeşidləridir. Belə su atan tapançalar və rezin güllə atan tapança çeşidləridir. Həm kiçik ölçü, həmçinin də böyük ölçü çeşidləri var. Həmçinin avtomobil rullarıdır, xırda boks əlcəkləridir aşağı yaşlar üçün, həvəskarlar üçün. Köpük vuran tapançalar, bundan bizdən soruşanlar olurdu. Ötən yay mövsümündə daha çox, qarşıdan da yaz ayları gəlir. Bu kimi oyuncaqlara daha çox tələbat artır uşaqlar tərəfindən. Baxın, belə böyük həcmli su atan tapançalardır. Daha iri balonla, həcmli balonla. Bunlar da uşaqların sevdiyi oyuncaq çeşidləridir. Belə yumşaq oyuncaq, bir qism yumşaq oyuncaq çeşidləri var. İrəlidə də var, digər göstərəcəm və sırf bu mağaza tərəfindən ixal olunan fərqli şəhərdə az yerdə rast gəlinə biləcəyiniz oyuncaq çeşidləridir ki, az yaşlı uşaqlar üçün nəzərdə tutulub. Onların beşikləri üzərində, kaleskaların üzərində asaraq istifadə olunur. Səslidirlər. Bəziləri var, içərisində hazır, bunun üzərində daşı yoxdur. Belə hərəkət edirsən çıxır. Bəzilərində var, belə səslidir və belə kitab formasında olan çeşidləri var. Parçalı, yumşaq. Bir növ
daha fərqli, uşaqları maraqlı gələ bilər. Bunların da qiymət olaraq fərqli qiymət çeşidləri var. 10 manat, 7 manat 50 qəpiklərdən başlayır. Sadə çeşidləri 12 manat, 11 manat 50 qəpik, 17-18 manata qədər nəzərdə tutulub. Uşaqlar üçün olduğuna görə gigiyenik olaraq da daha təmiz və daha keyfiyyətli materiallardan, plastiklərdən istifadə olunur. Daha sonra isə keçirik sağ tərəfdə Lego çeşidləridir ki, bu Lego çeşidlərinin ilk dəfə olaraq mən gördüm burada. Ola bilər ki, indi görənlər var. Dəmirdən fərqli dəmirdən olan oyuncaqların yığılmasıdır Legolar. Təyyarə formasında, baxın belə hərbi, nədir, yük maşını formasında, UAZ-ın, hərbi UAZ-ın həm arxası açıq, həm də bağlı formasında belə fərqli təyyarə çeşidləri var. Bunlar sırf dəmirdəndir. Nümunə olaraq buradan da birini özümə də maraqlı gəldiyi üçün açdırıb baxdım. İçərisində bu şəkildə kitabı da var. Necə yığılmaq lazımdır. Lego həvəskarları son dövrlərdə uşaqların, gənclərin əl qabiliyyəti olan uşaqlar, səliqəsi olan uşaqlar rahat şəkildə bunlardan da istifadə edib daha öz, belə deyim, öz kolleksiyalarına dəmirdən də həmən bu Lego çeşidlərini artıra bilərlər. Hər bir şey var. Bütün şurupuna qədər, xırda şurupu, atverkası üzərində sonuzda o, yəni yığanda bu şəkli almış olur. Həmçinin fərqli yenə də qeyd elədiyim çeşidlər var. Onu da qeyd edim ki, mağazanın hal-hazırda Çindən sifariş olmuş digər çeşid sifarişlər də var ki, onlar da inşallah yaxın bu ay içərisində mağazada olacaq. Baxın, daha geniş, daha böyük formada həmən avtomobil legolarıdır ki, bunların isə artıq pultla idarə oluna biləndir. Pultla idarə oluna bilən mühərrikdir və s. akkumulyatordur. Batareyadır, bunlar da əlavə edib pultla da rahat şəkildə idarə oluna bilən çeşidləridir. Bunların qiymət olaraq sadələri başlayır 7 manat 50 qəpikdən. Sadə dediklərim, yəni kiçik ölçüləri. Bunlar başlayır 7 manat 50 qəpikdən. 10 manat, 12 manata fərqli qiymətlər var. İndi gəlsin əməkdaş, ondan da soruşaq. Daha sonra Legoların daha sadə, bildiyimiz standart kalçukdan olan çeşidləri var. İrəlidə isə puzzle formasında olan çeşidlər də var. Baxın, qiymət olaraq 32 manatdır. Həcm olaraq da daha iri həcmli bir məhsuldur. Qiymətinə görə düşünürəm ki, daha sərfəlidir. Həmçinin şəhər mağazası da var. Şəhər mağazasında da bunların bir qismləri, oyuncaqları da orada da əldə edə bilərlər. Sadə qeyd elədiyim kimi digər Lego çeşidləri də mağazada var. Fərqli formalarda yığıldıqda aşağı yaş qrupları üçün, orta yaş qrupları üçün, maşın formasında maşın sevən oğlan uşaqlarına baxın, həmən dəmir. Daha sonra plasmas legoların, plastikdən yenə fərqli belə bir vertolyot legolar var. Dipçək formasında olan, daha kreativ fərqli. Burada fərqli robot formasında olan, Superman'in Lego formasında olan. Lego sevərlər, Lego həvəskarlar Aksiyon Ticarət Mərkəzindən də Lego evinin açılışı olacaq bu yaxınlarda. Elə bura gəlmişkən buradan da özünüz sevdiyiniz avtomobil, oyuncaq, robotun legolarla yığıb övladlarınıza hədiyyə edə bilərsiniz. Daha sonra yuxarıda gəlincik çeşidlərdir. Gəlincik çeşidlərində qiymət olaraq sadələr, ucuzlar 4 manatdan başlayır. Dəst şəklində olanlar var. Daha sonra belə tək var, 24 manat dedi. Pərakəndə, qeyd olunan qiymətdə pərakəndə qiymətdir. Pərakəndə alıcılara şamil olunur. Topdan qiymətdə almaq istəyənlər təbii ki, daha uyğun qiymətə olacaq. Mağazalara daha uyğun aşağı qiymətə təklif olunur. Yenə onlar əlaqə nömrələrinə əlaqə saxlayıb öyrənə bilərlər ki, sərf eləyər olaraq onların zonalarında, regionlarında bu kimi məhsulları satmaq əlverişlidir. Alıcıları varmı, yoxsa yox. Amma valideyn olaraq, mən də bir valideyn olaraq övladlarımıza ən yaxşısını almağı həmişə deyirik. Daha sonra belə fərqli yemək qız uşaqları üçün ən çox maraq olan tosteridir. İçərisində süni rezin formasında. Bundan formaları yəqin ki, yumşaq formada belə bir sendviç filan, hot dog hazırlanmaq üçün belə bir setdir. Ağırdır. Daha sonra gəlincik çeşidlərin bir başqa formaları var. Helikopterlərin fərqli formaları var. Bir ikisi nümunə olaraq, onların da zəhmət olmasa qiymətlərindən deyək. Sadə çeşidlər də var, dron formasında. 25 manata var. Pultlu modellərdən. Bunlar 28 manatdır. Bunlar drondur. Bunlar dron çeşidi gedir. Bunlar 58 manatdır. Bu daha böyükdür, daha keyfiyyətlidir. Daha keyfiyyətlisi. Həmçinin onların daha xırda formaları var, daha praktik, sadə formaları var. Baxın bu şəkildə. Biraz daha aşağı yaşlar üçün istifadə olunsa. Bunlar 7 manat 50 qəpiyə pərakəndə standart. Rəng olaraq da fərqli rəng çeşidləri də var. Orta hissədən də paralel şəkildə gedir. Burada da zehni inkişaf etdirici oyuncaqlar. Bizdən də ara bir tez-tez soruşurlar. Bağçalardır, daha sonra uşaq inkişaf mərkəzləri, dövlət bağçaları. Bu kimi məndən ara bir tez-tez müəllimələr soruşur. Sonra uşaq psixoloqları ola bilər. Burada taxtadan və plastikdən fərqli oyuncaqlar var. Baxın, belə bu formada var. Motorikanı da deyəsən, motorikanı inkişaf elətdirməkdən ötürü uşaqlarda formada fərqli. Uşağa verə bilərsən, kivini seçsin, portağalı seçsin,
Yəni qarpızı seçib yerləşdirsin. Bu şəkildə rahat şəkildə uşaqlarla yeyə bilərlər müəllimlər. Həmçinin evlərdə sadəcə özünüz üçün, övladınız üçün ala bilərsiniz. Taxta oyuncaq çeşidləri də var. Bunlar taxtadandır. Həmçinin plasmasdan digər setlər də var. Uşaqlar üçün nə bilim baxım seti, belə salon seti, feni, darağı. Burada köpük aparatı var, bir fərqli yenə. Uşaqlar üçün qız uşaqlarının daha çox sevdiyi oyuncaqlardan toz soğrandır, ev əşyalarıdır, mətbəx əşyalarıdır. Bu qız övladları daha çox sevir. Belə əl işi uşaqlarınız üçün belə muncuqlardan fərqli boyunbağı və sair hazırlamaq üçün. Xırda belə saat, fərqli saat xarakterlərlə, multfilm qəhrəmanları ilə olan qol saat çeşidləridir. Bunların bir ədədin qiyməti 3 manat. Standart hamısı, yoxsa bunlar ucuz. Hamısı, hər biri satış qiyməti bir ədədi 3 manatdır. Fərqli çeşidlərini görmüş olursunuz. Burada da bu nədir maraqlı? Bu da telefon formasında olan. Bunlar da yəqin ki uşaqlar, indi uşaqlar telefondan ayrı salmaq olmur. Bunu əvəzində verə bilərsiniz, telefon əvəzi. Baxın belə Lego formasında yığılmış fərqli bir saat çeşidi də var. Fərqli oyuncaqlar çoxdur. Kimlər ki bu kimi satışını edir məhsulların mütləq gəlib bir-bir baxıb seçməkləri daha yaxşı olar. Yumşaq oyuncaqların da fərqli danışan, nə bilim, hərəkət eləyən. Baxın belə maraqlı oyuncaqları var. Pişik formasında olan var. Evdə pişik saxlayanlar da pişikləri üçün belə bir dost seçə bilərlər. Səsi çıxır, hərəkət eləyir və s. Onun kimi də fərqli yenə də robot formasında, digər nə bilim it formasında, digər heyvanların formada, heyvanları simvolizə edən oyuncaq çeşidləri də var. Yenə keçirik, paralel şəkildə davam eləyək. Burada da növbəti göstərəcəyimiz iri gəlinciklərdir. Uşaqlar üçün olan xırda belə gəlincik çeşidləridir. Daha sonra aksesuar, naşnik, açarlıq olan belə çeşidlər var. Daha sonra mücrülər var. Bunlar da yenə içi də doludur. İçi dolu belə bir mücrü var. İçərisində aksesuarlar hazırlamaq üçün muncuqlarıdır, ipliklərdir və s. Hazır dolu şəkildədir, mücrü formasındadır. Bunu da yenə alış eləyə bilərsiniz. Qiyməti inşallah 15 manat 50 qəpiyə. Hazır mücrüsü ilə, içərisindəki aksesuarlarla, muncuqlarla bir yerdə. Hazır aldınız, 3 yaş plusdur. Rahat şəkildə uşaqlarınızı telefondan, bu növ oyuncaqlardan telefondan uşaqlarınızı rahat şəkildə uzaqlaşdıra bilərsiniz ki, telefona bağlılıqları çox olmasın. Yuxarıda da fərqli yenə də dronun samolyot forması var. Burada xırda az yaşlılar üçün belə qalar var, belə formada. Bunlar da enerji ilə işləyən çeşidlərdir. Enerji ilə fərqli kreativ oyuncaqlar çoxdur. Sonra xırda açarlıq çeşidləri. Bu işıq da var. Həm də açar olaraq, açarlıq olaraq, blok olaraq istifadə edə bilərsiniz. Bunlar həmçində lazerdir. Bunların belə rəngi də var. Burasında lazer də var. İndi bunun yəqin bateriyası yoxdur. Belə lazeri var. Üzərində tutan. Yanısında led işığı var. Həmçinin də açarlıq kimi istifadə edə bilərsiniz. Fərqli çeşidlərdə var. Fərqli rənglərdə, fərqli formalarda olan çeşidləri var. Zər formasında domino həvəskarları üçün. Zər formasında olan çeşidləri var. Xırda az yaşlılar üçün, 2-3 yaşlı uşaqlar üçün baxın belə fərqli yenə oyuncaqlar var. Yuxarıdakılar figüranlardır. Fərqli formalarda, həcmdə. Daha yuxarıda musiqi sevən uşaqlarla, övladlara, musiqi həvəskarlar, pianino, sintezator, mikrofonlar var burada, musiqiyə aid edə biləcəyiniz. Mikrofon çeşidləri fərqli formalarda, oğlan uşaqları üçün və yaxud da ofisləri bəzəyəndə istifadə olunması bir çox fərqli avtomobil çeşidləri var burada. Dəmirdən, plastikdən, həmçinin birəbir eyni modelin birini qoyub o birini keçirəm, bitirməmiş. Burada sağda avtomobil çeşidləri, avtomobilə gəldim, bütün bunlar deyim. Galenwagen, Land Rover, bunların qapıları açılıb, bunların da bəzən soruşanlar olur. Burada da yenə bir qisim, həm yük avtomobil formasında, həm burada knopqayla da istifadə olunan, bu elə bir bu onun polis maşınıdır, Land Rover'in. Range Rover
2016, 2016-nın da 2020 neçənin Land Rover'i. Qapıları filan açılıb bağlanandır. Fərqli rəng çeşidləri də var. Həmçinin digər standart Sovet maşınlarından olan çeşidlər var. Fərqli rənglərlə baxın belə. Bazarlarda istifadə olunan motosikl. Bunlar da var. Samolyotlar var belə. Bu tərəfdə də yenə fərqli çeşid bir növ. Yay gəlir, baxın belə yelpənəklər də daha çox moda minir. Parkda satırlar. Parkda satanlar, onlayn satış eləyənlər də rahat şəkildə bu mağazana əməkdaşlıq eləyə bilər. Yaxın zamanlarda qrup yoxdur, amma qrup açmaq planlaşdırılır inşallah ki, əlaqə saxlayanda sizə o barədə də məlumat veriləcək. Belə fərqli yenə oyuncaqlardır. Burada belə fərqli boyunbağı çeşidlərdir. Məsələn, bunun üzərində barkodu var. Bunun bir dənə 3 manat. Bunlar 3 manatda hazır. Bunlar işıqlı çeşiddir. Fərqli karakterlərlə var. LOL var, Hello Kitty. Fərqli karakterlərlə olan çeşidi var. LOL-ların belə hazır boksları var. İçərisi dolu. Hansınsa qiymətini demiriksə, əlaqə nömrələrini rahat şəkildə əlaqə saxlayıb öyrənə bilərsiniz. Unicornsdur deyəsən belə atın. Bunların da çeşidləri var. Belə oyuncaqlar var. Bunlar da evdə uşaqları bir növ telefondan da yenə uzaq tutmaqdan ötürü. Bunlar nədir? Qoşursunuz, görmüşsünüz bəlkə bunların parklarda böyük forması. Bunlar bir-bir buraxılır, uşağın diqqətini, cəltdiyini idmana gedən uşaqlar da istifadə edə bilər. Düşür, tez onu havada bunları tutmalıdırlar. Həmən onun oyuncaq versiyasıdır. Parklarda olan çeşidlərin. İşığı yanır. Burasından buxarı çıxır, səsli bir Bunlar həm də buxarıdır. Burasından su töksən buxarı çıxır. Buxarlı 20 manata oğlan uşaqlarına, yuxarı yaş 14 yaşlı uşaqlar üçün belə şarikatan bizim uşaqlıqlarımızda vardı. Onun bir başqa növüdür. Şarikə başına buradan qoyursunuz. Qiymət olaraq neçədir bu? 3 manatdır. Qiymət olaraq da çox münasibdir. Hələ pərakəndə satış qiymətidir. Topdana da bunu alıb rahat şəkildə siz də 3 manatdan elə sata bilərsiniz. Bu şəkildə qoyub şarikə qoyub atırsınız. Fərqli formalıları var. Daha sonra belə fərqli maska çeşidləri var. Amma yeni məhsullar da yoldadır. Fərqli çeşidlərdə olacaq. Spiderman'indir. Başınıza keçirib. Burada gözlərini... Bunlar da bu şəkildə gözləri də idarə eləmək olur. Amma uşaq üzü üçündür. Uşaqlar üçün 14-15 yaşa kimi uşaqlar, Spiderman həvəskarlı uşaqlar alıb bunu da hədiyyə eləyə bilərsiniz. Fərqli belə top çeşidlərdir. Sadə, standart. Bunlar da görsədim. Burada da bir neçə kubik. Kubiklər say olaraq da başlayır. 9'ludan irəlidə daha aşağı saylısı da var, 4'lü fırlanan. Fərqli formaları var, iri formaları var, daha çox kvadratla olan formalar var. Belə lollar var paketdə, belə paketində içərisində kartları var, oxu var. Xırda avtomobillər var burada. Onlar da set şəklində, həmçinin tək basketbol. Fərqli oyuncaqlar çoxdur. Baxın, belə şarik atanlar var, iri şarik atanlar, aşağı yaş qrupbası üçün. Belə yel, nə edirlər buna? Çələnglər, çərpələnglər, nə bilim. Belə mikrofon çeşidləri. Aşağı yaş uşaqları üçün, kiçik sintezatorlardır. Daha sonra davam eləyək yenə qaldığımız yerdən. Uşaqlarda əl işləri sevən uşaqlar üçün yenə bir növ, baxın belə fərqli 3D yazıları var. İrəlidə başqa bir neçə şey də görmüşdüm ki, baxın belə aşağıda qarşıdan yenə mövsüm gəlir. Yay mövsümü, dəniz kənarında uşaqların qumla oynayası, vedrələrdir və s. Slime'lar var, uşaqların ən çox sevdiyi son dövrlərdəki slime çeşidlərdir. Fərqli. Bunlar da 50-60 qəpik, 1 manatdan başlayacaq. Böyük ölçülərinə görə aşağıda fərqli çeşidləri var. Yenə də taxtadan olan fərqli setlər var burada. Yenə bağçalar, dediyimiz kimi uşaq inkişaf mərkəzləri ala biləsiniz. Onlarla fərqli çeşidləri var. Öncəki telefonun, uşaqların telefonunun fərqli çeşidləri var. Yuxarıda yenə pultla idarəsi olunan əqrəb, xərçəngdir, əqrəbdir. Belə setlər var. Öncə dediyim kubikin, 4'lü kubiki. Belə setlərdir fərqli. Doktor seti var.
stres kürələri, hə, elə deyirlər də. Stres kürələri də belə fərqli. Sonra sürpriz yumurtalardır. Slime'dır bunlar, hə, slime. Slime çeşidləri var. Daha fərqli formada. Yenə burada da oğlan uşaqları, futbol sevirsə övladlarınız, baxın burada fərqli heykəl formasında belə hədiyyəli və yaxud da stol üstü, nə bilim, rəflərdə özünüz üçün bəzəmək üçün istifadə edə bilərsiniz. Belə puzzle çeşidləri var, fərqli. Taxta ilə olan var, kardonla burada olanlar var, onları da göstərəcəm. Bunlar bokslardır, gəlin baxaq. Zamokla da rahat açıb göstərək. Bunlar da pomada dəsti. Bu bir-bir satılır, yoxsa dəst formada satılır? Dəst formada satılır. Dəst formada pomada dəstlərdir, fərqli. Hazır çantası var, boyunbağısı var. Boyunbağı da bilərzi idi, belə bu formada alıb bunları da satışını eləyə bilərsiniz. Alıb siz bunu mağazalara alıb tək-tək özünüz də bunu tək formada sata bilərsiniz. Güllələrdir, avtomatın güllələrdir, fərqli robot çeşidləridir. Burada da fərqli, baxın bu yenə də uçan bir robot forması var, onun ayıcıq forması var. Setlər var yenə, həkim setləridir, fərqli. Uşaqlar belə, qız uşaqları ilə sevdiyi, bunlar artıq elektriklə kaçk formasında olan çeşidlərdir. Radio çeşidləri var belə. Burada avtomobil çeşidləri. Səsli popit çeşidləri var. Birin nümunə kimi sizə göstərim. Baxın belə, qiymət olaraq pərakəndə satış qiyməti 6 manatdır. Səsi var, səsini artırıb azaldmaq olur. Popitlərdir. Elə bil vurduqca bir növ səs çıxardır, oyun oynayırmış kimi görsənir. Bu şəkildə alıb sizlər uşaqlarınızı fərqli yenə də burada oyuncaq çeşidləri var. Daha çox vaxtınızı aparmayaq. Yumuşaq oyuncaq çeşidləri var, fərqli. Bunlar yəni çox yenilik deyil deyə bunun üzərində çox qalmayaq. Fərqli yumuşaq və səs çıxardan formalar var. Tik-tak, öncə qeyd etdiyimiz tik-tak çeşidlərinin burada fərqli formalarda, bu qeyd etdiyimiz kimi 1-2 yaşa qədər olan çeşidlərdir ki, kaliskada filanda uşaqlar olduğu müddətdə. Burada da öncə göstərdiyimizin stok formasında olan çeşidləridir, fərqli. Baxın belə, fərqli, kreativ oyunlar çoxdur. Belə puzzle'larda yenə dəniz kənarı, qumda oynansı belə legoların standart formada, ənənəvi legolar. Burada da fərqli yenə başlayırıq. Robot çeşidləridir. Burada da bir fərqli robot çeşidləri var. Avtomobilli, akula formasında avtomobildir. Hərbiyə aid. Oğlan uşaqları daha çox sevir. Belə setlər var. Avtomobilin bir fərqli, öncə göstərdiyimiz dəmir avtomobillərin burada BMW-si var, nə bilim, Mercedes-i var, Chevrolet-i var, Camaro'su var. Bunların da hər birinin detalları açılır. Qabağı bilməm açılır yoxsa yox. Qapıları açılır, arxası açılır. Yəqin ki, qabağı da açılacaq. Fərqli modellər var. Dəbdə olan standart, daha çox tələb olan, daha çox istənilən modellər. Baxın belə dəmir formasındadır. Alıb otaqda, avtomobildə idarə edə bilərsiniz. Səs çıxardan aşağı yaş üçün olan belə telefon modellərdir. Xırda oyuncaqlardır. Daha sonra burada motosikillər də var. Motosikil həvəskarları uşaqlarınız üçün və yaxud da ala bilərsiniz. Dekor olaraq ucuz ala bilərsiniz. Uşaqlar üçün bir sıra skuter çeşidləri də var da onları göstərmirəm. Fərqli belə evdə yeni ayaq açan uşaqlara ala bilərsiniz. Şəxsi istifadə üçün pərakəndə olaraq. Stol üstü oyunların bir fərqli formaları var. Nə bilim, futboludur, hokeyidir, fərqli bilyardıdır. Bu formada olan çeşidlər var. Şəkillərdən zaten görürsünüz. Hansı sizə maraqlıdırsa, skrin eləyib şəklini göndərə bilərsiniz. Uşaqlar üçün baxın, maraqlı bu da. Bağçalar üçün və yaxud da öz övladınız üçün yıxılanda başını əzməsin deyə kürəyinə keçirdib fərqli formaları var. Bunun qiymətini burada var. Maraqlı gələr deyə düşünürəm. Hansı mən maraqlı gəlir, onun qiymətini sizsiniz. Qiymət olaraq 10 manatdır, fərqli tısbağa formasında, nə bilim, gül formasında fərqli formaları var oyuncaqların. Eləcə də burada da bir fərqli çeşidlər var, avtomobillərə aid. Belə çantalar var uşaqların xoşdayası. Bunun gözü açılır yumur. Bu enerji ilə işləyir. Enerji ilə işləyir. Daha modern
çantalardır. Avtomobil çeşidləri fərqli yenə. Pajarını, yanğın söndürən, traktor çeşidi var belə fərqli. Qız uşaqları üçün belə barbili setlər var. Aşağıda basketbol, bunu göstərmədik bayaq, bunu göstərdim. Burada hazır açıq formasında var. Hə? Bunlar həmçinin də səslidir. Səsi var, burada rəqəmləri də var. Atdıqca lazer buradan sayır topları. Topu lazer sayır. Uzaqdan qoyub övladınızla vaxt keçirməkdə. Həyət evi olanlar, qarşıdan yenə yaz gəlir. Həyət evində rahat şəkildə vaxt keçirə bilərsiniz. Bunların da burada yenə qutu ilə fərqli formaları da var. Baxın. Fərqli orada formalar da var. Bu şəkildə yenə də fərqli səbət formaları, altında daha iri səbətlə olan çeşidləri var. Daha sonra irəliyə zəhmət olmasa görək nə var. Buradan götürək motosikletlərin daha iri çeşidləri var burada. Avtomobillərin daha irili. Bunlar pultla gedir, yoxsa? Bunlar pultla idarə olunan modellərdir. Qiymət olaraq birini elə belə bunun zəhmət olmasa qiymətin nümunə olaraq qeyd eləyək. 48 manat. 48 manat. 50 manata baxın pultla idarə olunan bir modeldir. 50 manata yəqin ki eyni ölçüdə olanlar standart 50 manat olacaq. Topdanlar daha aşağıdır. Sportkarlar var burada. Fərqli pultla yenə idarə olunası sportkarlardır. Belə oğlan uşaqları üçün tapançalarda belə fərqli formada olanı var. Sadə belə avtomobil çeşidləri var. Yuxarıda bir fərqli avtomobil, fərqli ölçülərdə. Yuxarıda tikinti, onun adları nə gedir? Kranlardır. Baxın yuxarıda tikintidə istifadə olunan dəmir də olar yəqin ki, hə? Dəmirə oxşuyur. Onlar dəmirdən. Baxın dəmirdəndir. Yer qazan, ekskavator, fərqli çeşidlər var. Yük qaldıranı var. Burada elə Abşeronda da rage zonası var. Oradan bunların elə bil şeyləri var. Oxşarlar var. Bunlar. Bunlar daha böyükdür. Bunlar daha böyükdür. Burada Abşeron mərkəzdə də gəlib test eləmək istəyənlər 10 dəqiqəsi 4 manatdır səhv eləmirəmsə. Gəlib orada yoxlayıb, bəyənsəniz buradan keçib alıb aparıb evdə istifadə eləyə bilərsiniz. Daha sonra burada da bir fərqli yenə də oyuncaq çeşidləri, belə dinozavr var, pultlu dinozavrdır. Su tapancaları var. Su tapancaların çeşidləri çoxdur. Böyük balonla olan var, belə fərqli işıqlı olan çeşidləri var. Mario var belə. Bunlar köpüklərdir sadə. Uazların hazır formasında. Bunların həm puzzle var, həm hazır. Burada da yenə Barbie ev setləridir. Sağda pultlu, fərqli robotlardır. Yuxarıda da bir fərqli oyuncaqlardır. Əlimiz çatmır. Amma alanlar rahat şəkildə gəlib ala bilər, yoxlaya bilər, test eləyə bilər almaq istəyənlər. Daha sonra tablolardır. Bunlar da yenə aşağı yaşda, 5-də, 1-ci, 2-ci siniflərdə oxuyan uşaqlar, nə bilim məktəbə qədər olan uşaqlar bunlardan alıb daha çox vaxt keçirirlər. Bu şəkildə burada da fərqli çeşidləri var. Bir 10-a yaxın fərqli formalarda, fərqli dizaynlarda olan çeşidlər də var ki, maraqlananlar əlaqə saxlaya bilər. Yenə də aşağıda bir fərqli robot enerji ilə işləyən. Bunlar bu divarda əsasən, baxın gördüyünüz bu divar boyunca əsasən pultla, enerji ilə işləyən robotlarda avtomobil çeşidləridir. Nəzərinizdə olsun. Digər tərəfdə isə bir növ Treka enerjisiz olan çeşidlərdir. Orta hissədə də xırda oyuncaq çeşidlərinin fərqli növləri, çeşidləri var ki, sizə hansı maraqlıdırsa, rahat şəkildə mağazaya gəlib seçiminizi eləyə bilərsiniz. Mağaza yerləşir, təkrar olaraq bildirmək istəyirəm. Abşeron Ticarət Mərkəzi, Abşeron Mall ərazisi, korpus 26, mağaza nömrəsi 4. Sual sifarişiniz olarsa, qeyd olunan əlaqə nömrə ilə əlaqə saxlaya bilərsiniz. Mağazanın həm Abşeron, həm şəhər filialının Instagram adresləri var. Oradan da çeşidləri bir-bir daha rahat şəkildə görə bilərsiniz. Görüntülü əlaqə saxlaya bilərsiniz regionlarda da yaşayanlar sifariş eləmək üçün.
Görüntülü şəkildə də rahat seçiminizi eləyə bilərsiniz. Bakıda, Bakı ətrafı yaxın yaşayanlar isə mütləq gəlmələri daha yaxşı olar ki, bir növ gözünüzlə görəsiz, çeşidləri yoxlayasınız, baxasınız və ondan sonra tədarükünü öz mağazalarınız üçün edəsiniz. Ümid edirəm ki, kimlər ki bizdən son vaxtlardan istəyirdilər oyuncaq toplantısı və qrupu olan oyuncaq toplantısı, bu mağaza onlara uyğun olacaq ki, yaxın zamanlarda da inşallah qrupu açılması nəzərdə tutulub. Orada da qiymətləri ilə bərabər, onlayn satış edənlər üçün qiymətləri ilə, şəkilləri ilə bərabər paylaşılacaq modellər. Oradan da sifariş verə bilərsiniz, yerindən gəlib götürə bilərsiniz və yaxud da əlavə özünüz çatdırılmasını qarşılamaqla göndərilişini də həyata keçirə bilərlər. Bu qədər dostlar, ətrafınızda əgər oyuncaq satanlar varsa, yeni valideyn olanlar varsa, bu tipdə oyuncaq axtaranlar varsa övladlarına bu videonu da həmin şəxslərlə paylaşın ki, onlar da tanıyıb daha uyğun, daha sərfəli və ən əsası daha fərqli, daha müasir, daha modern oyuncaq çeşidlərini əldə edə bilsinlər. Kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. İzlədiyiniz üçün təşəkkürlər.